Mart ayının son 2 həftəsində dünya iqtisadiyyatı və maliyyə bazarları üçün əhəmiyyətli hadisələrlə zəngin idi. ABŞ, Avrozona, Almaniya, İngiltərə, Kanada və Avstraliya kimi iqtisadi güc mərkəzlərində açılan iqtisadi-siyasi xəbərlər, baş verən geosiyasi proseslər və verilən siyasi qərarlar dünya birjalarında ciddi qiymət dəyişikliklərinə səbəb oldu. Mart ayının əvvəllərində Amerikanın ticarət siyasətində ciddi korrektiyaya gedildi. Amerika prezidenti Donald Trump'ın Kanada, Meksika və Avrozona, həmçinin Çin üçün gömrük tariflərini artırması prosesi dünya birjalarında qiymət dəyişikliklərinə səbəb oldu. Qlobal iqtisadi güc mərkəzləri arasında ticarət münasibətlərinin gərginləşməsi və ticarət savaşlarının getdikcə aqressivləşməsi dünya birjalarında mənfi təsirlərini göstərdi. Mart ayının əvvəllərində açıqlanan və Amerika iqtisadiyyatı üçün olduqca böyük əhəmiyyət kəsb edən əmək bazarı hesabatı və inflyasiya hesabatları federal ehtiyatlar sisteminin monetar siyasətlə bağlı qərarlarında ciddi dəyişikliklərin olacağı gözləntilərini yaratdı. Lakin federal ehtiyatlar sisteminin faiz dərəcələrinin dəyişməməsi və sabit saxlaması dünya birjalarında dolların qiymətlərinə bir qədər müsbət təsir göstərdi. Artan qlobal iqtisadi və geosiyasi risklər, həmçinin ticarət savaşlarının getdikcə gərginləşməsi, eyni zamanda Amerika iqtisadiyyatında getdikcə qüvvətlənən resessiya qorxuları fonunda investorların güvənli liman maliyyə alətlərinə keçid etməsi fonunda qızıl dünya birjalarında kəskin bahalaşdı və ötən ayın sonlarına doğru $3086 hədlərini test etdi. Analitik şirkətlərin qiymətləndirmələrinə görə mövcud vəziyyət davam edərsə, qızıldakı artım tendensiyası $3500 və $3700 hədlərinə qədər davam edə bilər. Siz də dünya maliyyə birjalarında analiz vərdişlərini yiyələnmək istəyirsinizsə, buyurun bizim kurslarımıza yazılın.